Özümə və sizlərə qısa bir tövsiyə etmək istəyirəm. Həqiqətən önəmli bir tövsiyədir. Bilmək lazımdır ki, Allah Subhanahu wa Ta'ala elm haqqında olan ayətləri Quran-ı Kərimdə əmr formasında əmr edib. Allah Subhanahu wa Ta'ala elmlərin ən yüksək olan tövhid elmini öyrənmək üçün əmr edib ki, fə'ləm ənəhu la ilahə illallah və estəğfir li zənbik. Allah Subhanahu wa Ta'ala Muhammed surasında buyurur ki, bil ki, fikir verin, öyrən ki, Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur və günahların üçün Allahdan bağışlama dilə. Fikir verdiniz nə cür başladı Allah Subhanahu Teala? Fə'ləm, bil ki, öyrən ki. Və sonra Allah Subhanahu Teala Quran-ı Kərimdə elm haqqında, oxumaq haqqında ayətləri nazil edərkən ilk nazil olan ayətlər hansılardır? İqra bismi rabbikəl-ləzi xalaq. Oxu səni yaradan Rəbbin adı ilə. Fikir versiniz. İslam dini elmə nə qədər yer verib, önəm verib. İbn Həcər rahimehullah buyurur ki, Quran-ı Kərimdə bir ayə var. Allah Resulü sallallahu aleyhi ve sellem dünya üçün olanlardan heç bir şey özü üçün istəməyib. Ahireti istəyib və seçib cənnəti, cənnətdə olan nemətləri. Lakin dünya üçün heç nə istəməyib. Bir şeydən başqa. Allah Subhanahu Teala Taha surasında buyurur ki, və qur Rabbi zidni ilmə. Muhammed sallallahu aleyhi ve sellemin dili. De ki, ey Rəbbim elmimi artır. Subhanallah, feylə baxanda, tələbə baxanda, istəyə baxanda Allah Resulü sallallahu aleyhi ve sellem elm istəmədi, artıqlaması ilə istədi.